Salam dostlar, xoş gördük sizləri. Daha doğrusu xoş eşitdik. Bu səs sizə nə dərəcədə xoşdur onu deyə bilmərəm, lakin mənə heç xoş deyil. Qrip mövsümü bir xəstəlik kimi olmuş olsa da mənim artıq rutinimə çevrilir. Bu səbəbdən sağalmağımı gözləmirəm. Yəni uzun çəkə bilər sağalmağım. Lakin bu səs ilə sizi çox yormayacağam, olduqca qısa danışacağam. Deməli bildiyiniz kimi Harvard Business Review-nun liderlik və innovasiya kitabları haqqında danışmışdı. Bugün isə strategiya kitabı haqqında danışacağıq. Adətimiz üzrə strategiya kitabının mündəricatı ilə tanış olaq. Strategiya nədir? Strategiyanı formalaşdıran 5 rəqabətli qüvvə, şirkət vizyonunun formalaşdırılması, biznes modelinin yenilənməsi, mavi okean strategiyası, strategiyanın uğurlu icrasının sirləri, balanslaşdırılmış göstərici kartından strateji menecment sistemi kimi istifadə, ofisdə yazılan strategiyanı necə reallığa çevirməli, möhtəşəm strategiyaları möhtəşəm performansa çevirmək, qərarı kim verməlidir? Deməli dostlar, əvvəlki videolardan sizə məlumdur ki, bu 10 məqalənin hər birinin yığcam izahı var kitabda. Və mən videonun sonunda sizinlə sağollaşdıqdan sonra bu yığcam izahların şəklini çəkib ekranda yerləşdirirəm. Bu üsul ilə siz həmən məqalələr haqqında qısa informasiya əldə etmiş olursunuz və sonradan hansı məqalə daha çox diqqətinizi çəkirsə, onu ya internet üzərindən araşdırırsınız, ya da bu kitablar vasitəsilə əldə etmiş olursunuz. Deməli dostlar, strategiya nədir məqaləsində benchmarking və outsourcing kimi sözlərlə rastlaşacağıq. Benchmarking dostlar, sadəcə təhlil demək deyil. Bəzən şirkət sadəcə 1 aylıq, 2 aylıq və yaxud 1 illik işlərini təhlil edir və adını qoyur ki, benchmarking aparıram. Amma benchmarking müqayisəli təhlil deməkdir. Və benchmarking rəqabət strategiyası seçmək üçün istifadə olunan müqayisəli təhlil deməkdir. Benchmarking aparırıqsa, biz rəqib şirkətin məhsulu və xidməti ilə tanış olmalıyıq və öz məhsulumuzu və ya xidmətimizi rəqib şirkətin məhsul və ya xidməti ilə müqayisə etməliyik. Bu olacaq benchmarking. Və dostlar, outsourcing ümumiyyətlə mən bu taktikaya xüsusi rəğbət göstərirəm. Bu sözün ingiliscə açılışını yazacağam ekranda. Xarici resurs istifadə etmək deməkdir. Niyə şirkət outsourcingə müraciət edir? Məncə özünə hörmət edən hər bir şirkət outsourcingə müraciət edər. Bilirsiniz nə üçün? Öz resursuna qənaət edir. Öz resursunu hədəfdən uzaqlaşdırmır. Resursunun fokusunu dağıtmır. Necə deyərlər, hər işi öz ustasına həvalə edir. Deməli dostlar, deyiləsi çox söz var. Sadəcə həm səsimin vəziyyəti, həm ümumiyyətlə. Deməli, çox sözlər eşidəcəyik. Çox sözlər eşidirik də, işlədirik də, bəzən yerində, bəzən yeri olmadan. Amma dostlar, bir şeyə diqqət edək ki, istifadə etdiyimiz bu son moda sözlərin, belə deyək, hər birinin yarandığı ilə baxsaq 1800-lər, 1900-lər, yəni sözlər var ikən bu sözlər yox idi. Hansı ki o dövrlərdə də liderlər var idi, dünyanı çox gözəl idarə edən insanlar var idi. Yəni məsələ sözləri, terminləri öyrənib əzbərləməkdə deyil. Məsələ ortaya həqiqi mənada iş çıxarmaqdadır. Mən sizə demirəm ki, bu sözləri bilməyək. Əlbəttə ki, bilməliyik. Lakin bununla məhdudlaşmayaq. Lazım gələndə biz bu taktikaları dəyişən insanlar olaq. Lazım gələndə hətta sistemə yeni sözlər gətirə bilən insanlardan olaq. Növbəti bir məqalə Mavi Okean strategiyası məqaləsidir. Daha doğrusu orada keçən bir ifadə haqqında öz fikrimi deyib sizinlə sağollaşacağam. Ümumiyyətlə son zamanlar Mavi Okean, Qırmızı Okean sözlərini də çox eşidirik və yığcam izah hissəsində əlavə bir cədvəl şəkli yerləşdirəcəm. Balaca bir cədvəldir. Mavi Okean və Qırmızı Okean strategiyasının bir növ qısa fərqidir. Deməli dostlar, burada belə bir ifadə keçir. Rəqabətin çirkləndirmədiyi. Baxaq hansı cümlədə keçir. Cümlə belədir. Mavi okeanlar hazırda mövcud olmayan bütün sektorları, yəni rəqabətin çirkləndirmədiyi naməlum bazarları əhatə edir. Görün dostlar, mövcud olmayan sektoru necə adlandırdı?
rəqabətin çirkləndirmədiyi bazar adlandırdı. Deməli dostlar, belə başa düşürük ki, rəqabət harda varsa orada bir çirklənmə olacaq. Ümumiyyətlə mən sağlam rəqabət sözünə heç vaxt inanmadım və heç vaxt da o sözü sevmədim. Bu mənim əlbəttə ki, subyektiv fikrimdir. Bir yerdə rəqabət varsa, ora gec ya da tez hər hansı bir xəstəlik bulaşacaq və həmən rəqabət istənilən mavi suyu qırmızı suya çevirəcək. Ona görə də dostlar, elə hesab etməyək ki, işimizdə mütləq rəqabət lazımdır və yaxud mühit mütləq şəkildə rəqabətli olmalıdır və yaxud rəqabət inkişaf deməkdir. Bunlar hamısı yanlış ifadələrdir dostlar. Rəqabətsiz də inkişaf etmək olar. Bəlkə də elə ən gözəl, ən doğru, ən lazımlı inkişaf rəqabətsiz inkişafdır. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, Allah amanında qalın.